Ölkəmizdə körpələrin, azyaşlı uşaqların sağlam böyüməsi, düzgün inkişafı, yüksək şəraiti olan bağçalarda təlim-tərbiyə alması istiqamətində məqsədyönlü işlər görülür. Masallı rayonu da bu işlərdə kənarda deyil. 2023-cü ildə ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibəti ilə rayonda silsilə kütləvi tədbirlər keçirilməsi, inzibati binaların açılışı fonunda Masallı şəhər 4 saylı körpələr evi uşaq bağçası Heydər Əliyev fondunun təşəbbüsü ilə Masallıdan olan millət vəkili Məşhur Məmmədovun övladları Mədinə xanım Şahbazova və Məntiq Şahbazovun maliyyə dəstəyi ilə tikilmişdir. Sözügedən bağça açılışından 2 il sonra Ulu Öndərin növbəti doğum günündə balaca fidanların ixtiyarına verilib. Bağçanın istifadəyə verilməsi münasibəti ilə keçirilən tədbirdə Masallı rayon icra hakimiyyətinin başçısı Araz Əhmədov və Lənkəran Astara Regional Təhsil İdarəsinin rəisi Bəhruz Mehdiyev çıxış edərək bu əlamətdar gün münasibəti ilə uşaqları, onların valideynlərini və bağça kollektivini təbrik ediblər. Sonra milli geyimdə olan uşaqlar şeirlər söyləyib, rəqslər nümayiş etdiriblər. Qeyd edək ki, 140 yerlik 2 mərtəbəli bina 8 qrupdan ibarətdir. Yeməkxana, musiqi zalları, yataq, oyun otaqları olan bağça hər cür avadanlıqla təchiz olunub.